gözü yaşlı, övladlarını öksüz qoyan şəhidlərimizin valideynlərinə verək. Bizlər nə qədər xoş sözlər desək də, nə etsək də heç vaxt onların haqqını ödəyə bilmərik. Dəyərli şəhid anaları, ataları, yoldaşları, övladları, sizlərin qarşısında baş əyirik və sözü sizlərə veririk. Teşekkür ederim. En başta Nuruda müəllim olmaqla bütün müəllimələri salamlayıram. Tədbir iştirakçıları, gözəl balalarımızı salamlayıram. Sizə təşəkkür edirəm, ağıllı balalarım. Bu tarix yazan oğlanlarımız, bax beləcə bir məktəbdə oxuyub, Elton Şahin bu məktəbdə dərs alıb, təhsil alıb. Tarixi sizi kimi oğlanlar böyüyüb yazan oğlanlar, ana qurban sizə. Müəllimlərin sözünü eşidin, savadlı olun, elmli olun, gözəl şəxsiyyət olmağı sizə nəsib eləsin Allah Taala. Müəllimlərinizə doyunca bax, sözünə baxın, nə deyim, oxumağı tələb edin, oxuyun, dərs alın, savad alın, elm yiyəsi olun bana. Təşəkkür edirəm Nurda müəllim sizə, bir daha bütün valideynlər adından, öz adından sizə təşəkkür edirəm. Çox sağ olun. Yaxın tutuşulara. Sağ olsun burada mən. Bunu təşkil edir. Ancaq ki, valla mən deməyə sözüm yox. Allah rəhmət eləsin. Salam deyirəm. Allah əbrimizdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Nurda müəllimə də can sağlığı verdim. Müəllimlərin, bütün müəllimlər, kollektiv hamısına can sağlığı arzulayıram. Allah razı olsun hər birində. Çox sağ olun. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın işğalçılıq planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə 2020-ci il 27 sentyabrdan etibarən başladığı zəfər yürüyüşündə böyük uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Quba adlı şəhərlərini, bir sıra qəsəbə və kəndləri, Xocavəndin Hadrut qəsəbəsini və bir sıra ərazilərini, Xocalı və Laçının bir çox kəndləri daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini, bir sıra yüksəkliklər və strateji mövqelər azad etdi. 8 noyabrda Qarabağın döyünən ürəyi Şuşa işğaldan azad edildi. Və nəhayət 2023-cü il 19-20 sentyabrda 23 saat davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. İşğal altında qalan bütün ərazilərimiz azad edildi. Dövlət sərhədlərimiz bərpa edildi. 8 noyabr Şuşa günüdür. Təqvimdə düzəliş, dualarda yenilik günüdür. Biz bu duaları üzü göylərə hər gün pıçıldadıq. Vətən və azadlıq eşqinə. 8 noyabr duaların qəbul olunduğu, şəhid ruhlarının bayraqlıq parçadan bayram paltarı giyindiği gündür. 8 noyabr heyrətim, inamım, gürurum, heyranlığım. Biz Şuşaya qayıtdıq. Şuşa bizə qayıtdı. Toplumunda sarmaşanda kara saçlı